Uşaqlar, uzunluq ölçməkdən ötürü nədən istifadə edirik? Xətkeşdən. Hamı xətkeş gətirib? Afərin. Qoyun yerə xətkeşləri. Qələmin uzunluğunu ölçməkdən ötürü təxmini desək, qələmin nə qədər olar Aydan? Təxmini 13. 13 nə? 13 santimetr. 13 santimetr. İndi dəqiq ölç görək. Məndə də 13 santimetr. 16 santimetr. Deməli, dəqiq ölçdüyü nə qədər oldu? 16 santimetr ölçəndə, xətkeşlə ölçəndə hardan qoyuruq? Sıfırdan qoyuruq, sonuna qədər bəli ölçürük. Biz əvvəllər keçmişdik. Santimetrdən kiçik hansı ölçü vahididir? Santimetrdən kiçik. Millimetr. Santimetrdən böyük? Nə? Desimetr. Necə? Desimetr. Nə yazılır? D mı? Asan bəli, qısa D mı yazılır? Amma necə tələffüz edirik? Desimetr. Desimetr də deyirik, amma düzü desimetrdir. Desimetrdir. Nədir? Desimetr. Gəlin sayaq. Ən kiçikdən başlayaq. Kilometr. Afərin. Kilometrə qədər saydıq, bəsdir. Amma biz bugün ən çox santimetrdən keçirik. Santimetrdən kiçik. Xətkeşə baxın hamınız. Hamı xətkeşə baxsın. Xətkeşə baxın. Neçədən başlayırıq? Sıfırdan. Sıfırdan neçəyə qədər? Yox. 1 santimetrdən. 1 santimetrə baxın. Sıfırdan neçəyə qədər gedirik? 1-ə qədər. O sıfırla 1-in arasında nələr var? Xət. O xətlər nəyə göstərir? Millimetri. Nəyi? Millimetr. Yaxşı. Baxın görün o 1 santimetrin arasında olan aralıqda neçə millimetr yerləşir? 10 mm. Deməli 1 santimetr neçə millimetrdir? 10 millimetr. Afərin. Bəs 2 santimetr? 20 millimetr. 3 santimetr? 30 millimetr. Əla. 10 gedir. Yaxşı uşaqlar. 10 santimetr gəlin əlinizi qoyun. Birini sıfırın üstündə, birini 10 üstündə. Görürsünüz 10 santimetr. 10 santimetri biz gördünüz. 10 santimetr hamı baxır. Baxın. Afərin. 10 santimetr. 10 santimetri biz bərabərləşdiririk 1 desimetrə. Nəyə? 1 desimetr. Deməli 1 desimetr neçə santimetrdir? 100 yox. 10 santimetr. 1 desimetr neçə santimetrdir? 10 santimetr. Bəs 1 desimetri millimetrə çevirsək? 1 santimetr neçə millimetrdir? 10. Bax, hər santimetrin içində 10 millimetr var. 10 santimetrin içində necə millimetr olar Fəzail? 100 millimetr. Neçə olar? 100 millimetr. 100 millimetr də 1 desimetrdən ibarət olur. 1 desimetr həm də neçə santimetr? 1 desimetr həm də neçə santimetrdir? 10 santimetr. Yadda qalar? Bəli. Elvin 2 santimetr neçə millimetrdir? 20. Ay sağ ol. Bəs 2 desimetr neçə santimetrdir? 1 desimetr neçə santimetrdir? 1 desimetr 10. 1 desimetr, özüm də desimetr deyirəm. 1 desimetr 10 santimetrdir. Bəs 2 desimetr? 20. 20 nə? 20 adın de də, bəs uzunluq vahidinin adıdır. De. Ay sağ ol. 1 desimetr 20 santimetrdir. Afərin. Yadda qalar. Yaxşı, 1 desimetr 20 santimetrdir. Bəs neçə millimetrdir? 1 desimetr dedim, səhv dedim. 1 desimetr. 1 desimetr 20 santimetr deyil. 1 desimetr 10 santimetrdir. Düzdür? 2 desimetr 20 santimetrdir. Bəs 2, yox, hələ gəl. 2 desimetr 20 santimetrdir. Bəs neçə millimetrdir? Desəmə. 200. Yaxşı, 3 desimetr neçə santimetrdir Murad? Murad. Dur ayağa, bir dəqiqə qalx. 3 desimetr neçə santimetrdir? 3 desimetr 1 desimetr elədi 10. 3 desimetr 30. Afərin, bəs neçə millimetrdir? 300. Afərin, əla. Fidan qalx. Bir dəqiqə. Nə olub elə? Demək istəyirəm, bir dəqiqə. Fidan qalx. 1 desimetr 5 santimetr. Bax, 1 desimetr 5 santimetr. Neçə santimetrdir hamısı birlikdə? 1 desimetr 5 santimetr.
Möhkəm. Eşitmirəm, uzadan danış. 50. Yox, 1 desimetr 5 santimetr. De Fidan. 5 desimetr. Yox, 1 desimetr 1 desimetr 10 nə? santimetr. İndi mən deyirəm ki, 1 desimetr 5 santimetr neçə santimetrdir? 1 desimetr 10 var. Aha. 1 desimetr 5 santimetr. 1 santimetr 1 desimetr 5 santimetr. De Həcər. 50 santimetr. De Fəzail. 15 santimetr. Aferin, əl çalın. Əla. 15 santimetr, 1 desimetr 10 santimetrdirsə, biz deyirik 1 desimetr 5 santimetr birlikdə neçə santimetr olur? 15. Başa düşdünüz? Əla. Öyrəndik? Santimetri, millimetri, desimetri ayırdıq. Ölçürük. İndi hamımız partanın enində ölçürük. Qələmlərdə ölçürük. Başlayaq.